İmmunitet güclənirmi? Xeyr, immunitet sistemi güclənmir. Çünki immunitet sistemi güclənən bir əzələ qrupu deyil. Sadəcə balanslaşmağa ehtiyacı olan mürəkkəb bir sistemdir. Heç tibdə belə güclü immunitet anlayışı yoxdur. İmmun respons, yəni immun cavab və homostaz, yəni balans anlayışları var. Bizim insanlar gedib ovuz-ovuz vitamin alıb içirlər ki, immunitet sisteminin güclənsin. Xeyr, elə bir şey yoxdur. Əgər ciddi bir çatışmazlığınız yoxdursa, ovuz-ovuz alıb içdiyiniz vitaminlərin sizə heç bir faydası yoxdur. Əksinə qaraciyər və göyrəklərinizi yorursunuz. Ona görə də bizə güclü immunitet yox, ağıllı və balanslı immunitet lazımdır və sizə immun sistemi ağıllı etməyin 3 əsas yolunu deyəcəm. Birinci yol bağırsaq sağlamlığı. Çünki immunitet hüceyrələrinin 70-80% qədəri bağırsaqlarda təlim keçir. Və siz nə qədər çox probiotik və prebiotik yesəniz, bağırsaq sağlamlığınız yaxşı olduğu üçün immun hüceyrələriniz çox yaxşı təlim keçəcək. İkinci yol yuxu. Adicə gündə 4 saat yatan insanlarda immun sisteminin əsas hüceyrələrindən olan NK hüceyrələri, yəni natural killer, təbii qatil hüceyrələri 70% qədər azalır. Ki bu hüceyrələr xərçəng hüceyrələrini təmizləyən ən əsas vasitədir. Ona görə gündə çalışıb 8 saat yuxumuzu yatmalıyıq. Üçüncü yol isə hormozistlər, yəni müsbət stres. Məsələn, soyuq duş, isti sauna, qısa müddətli azlıqlar, heç olmasa həftədə 2 dəfə oruç tutmaq. Həmçinin müvəqqəti oksigen azlığı, məsələn, yüksək dağlıq ərazilərdə gəzmək, olmaq, idman etmək, həmçinin günəş şüası və s. bunlar hamısı immunitet sistemini ağıllı və balanslı edir. Sağlam olun, sağlam olun.